Hər kəs salam, kanalıma videolarınız xoş gəldiniz. Mən Asim. Bu günlər saat 5-də oyanmışam. Hal-hazırda saat 6-nın yarısıdır. Bu yarım saatda nə bilim ayıldım, əlisimi falan yedim, boş şeylər. Nəysə, indi hal-hazırda riyaziyyatı qoymuşam qabağıma. Oturub riyaziyyat hazırlığımı, tapşırıqlarını yazacağam. Bu günləri 4-dən 6-ya riyaziyyat hazırlığım var. Ondan sonra fizika hazırlığımı yazmalıyam. Sabah fizika hazırlığım var. Ondan sonra ingilis dili işləməliyəm, bir də Python öyrənməliyəm. Ondan sonra da oturub videolar editləyəcəm. Bunun 2 dənə günlük vlog var. Həm uzun, həm qısa. Onları editləməmişəm, onları editləyərəm. Ondan sonra ağlımda çəkmək istədiyim 2-3 dənə video fikri var. Oturub onları seçəcəm. Bu cür, yəni bu günləri maraqlı bir gün olacaq. Böyük ehtimalla dolu bir şeylər eləyərik. Dolu bir gün olacaq normalda. Dolu bir gün olacaq falan. Belə, hal-hazırda bir dənə oturum tez bazar yeməyi yiyeyim. Böyük ehtimalla çay üstürəm. Burada keks var. Oturub o keksdən yiyərəm. Bu cürlə. Hal-hazırda da kameranı söndürüm. Gedim bir dənə dərs eləməyə başlayanda açım təzədən kameranı. Deməli, hal-hazırda riyaziyyatı bitirməyimə təqribən 10-15 sual falan qalıb. Onları da yazandan sonra çəkəcəyəm fizikanı öyrənməyə. Fizikanı öyrənən, əslində öyrənməli bir şey yoxdur fizikada, yəni düsturlar idi, onları keçən dəfə öyrənmişdim. Oturub tapşırıqlarını falan yazaram. Deyəsən, o qədər də çox deyil, yəni 100-ə yaxın idi deyəsən tapşırığın sayı. Neysə, onu yazandan sonra da ingilis dili, Python falan bir şeylər eləyərək, ya da ki, ingilis dili, Pythondan qabaq videolar falan editləyərəm, yəni ola bilər, bilmirəm. Oturum, indi riyaziyyatın davamını yazım və sonra da fizikanı yazaram. Mən videosunda başqa kökünü açmışdım, bayırda qar yağır, amma böyük ihtimalle yerə oturmaz. Bu cümlədə, yəni qar yağır, o demək istəyirdim. Hal-hazırda fizika tapşırıqlarını yazıram və bunu bitirəndən sonra gedəcəyəm videoları editləməyə.
bir dənə görüşək. Un var, onu daşıyaq. Ondan sonra evə qayıdım, oturum videoları editləyim, paylaşım falan. Fizikanı da necə elədim. Demək çox hissəsini yazdım. 43 birindən. Sənin mən 80-ə yaxın falan tapşırıq var imiş. Onun təqribi 30-unu 40-ını yazdım. Qalanları da axşamüstü falan yazaram böyük ehtimalla. Və Zipkreyə də girdim bu günlər. Görsən onlayn dərsdən tapşırıq verilibmi, verilməyibmi falan. O da verilməyibmiş. Sən demə bir sevindim falan. Sonra TikTok'a bir video yükləyəcəm indi. Çəkmişəm, yükləməyə qalıb. Onu bir dənə yükləyərəm. Bir dənə inşallah Yusuf müəllim gəlsin. Deməli, saat hal-hazırda 3-ə qalır 20 dəqiqə və 1 saat 20 dəqiqədən sonra mənim hazırlığım başlayacaq. Mən də təqribi 1 saatdan sonra evdən çıxacağam. Videoları hələ ki editləməmişəm, çünki birazcık yatdım. İndi demək olar təzə oyanmışam. Gedim indi videonu editləyim. Birinci uzun videoları editləyəcəm, ondan sonra qısa videoları editləyəcəm. Başa bilmirəm də, yəni hamısını daha doğrusu həmin o videoları açan paylaşaram. Böyle ehtimalla gündə birini falan atarım. O cümlə bitər. Bu cümlə, hələ ki bu cümlə. İndi söndürüm kameranı, gedim hazırlığa yanı falan atarım bəlkə. Bəlkə. Uşaqlar, videoları editləməyə çatdıra bilmədim. Ona görə hazırlıqdan qayıdandan sonra da editləməyə davam edəcəyəm. Bu cümlədə indi bir dənə əynimi dəyişim, evdən çıxım ki, hazırlığa vaxtında gedim çatım. Bu cümlə. Və topum necədir? Hadi yaxınlaşam mən. Bu. Hani bu. Temudan almış. Onun da videosu olmalıdır, səhv eləmirəmsə. İndi editləyəcəyim videoda elə deyəsən. O da inşallah bu günləri paylaşacağım. Gəlib baxarsınız. Burada evdən çıxdım, hazırlığa gedirəm və bayırda qar yağır. Çox ləzzətli yağır bir dəqiqə qar. Bilmirəm, çox qəşəngdir. Zarafatı çox bomba görsənir. Burası kamera ilə çəkəmirəm mən bunu. Həm yenə çalışacağım çəkməyi. Bu cürünə və yenə şey giymişəm, bu Rufaya gələndə giyindiyim akademik boy. Altdan bir də sarışqadır giyməli. Üstündən də bir dənə ağ köynək giyinmişəm. Bu yenə papaq. Qulaqlar çöldə donur. Neysə də indi söndürüm kameranı, çünki əllərimə doğrudan soyuqdur, çünki əlcəklərimi itirmişəm. Yusuf da bu. Hayda, bu çok bombadır ya. Hadi yesen. Hardan yesen sen? Zibratdan yemiştim. Yesen. Üstüne oturuyor. O değil bir Allah sen. Orada bir tane yol geçersen sırf kar düz üstüne vuracağım. Zor diye zarfatsız lezzetli yağır ha. Üstüne bakarsan. Yere düşür az galiba. Birinci maçın şərəninə düşəcək. Qar bir dənə otursun yerə 3-4 də ağlımda qəşəng video fikir var. Bambılı paylaşacağım, onlar da tutacaq. Nasıl? Davay. Nəsə də belə söndürüm kameranı. Deməli hazırlıqdan çıxmışam, indi evə gedirəm. Nəsə qarın beyni sönüb, babat yağı. Prosta hava soyuq deyil deyənə. Gərək mənfi olsun yerə oturması üçün. O da o soyuq da yoxdur da bu dəqiqədə. Yəni axşam əgər bu cürünə yaxsa, axşam olsa hava soyuq olur. Sabaha yəni babat qar olardı da. Qar oldu, məktəbə getdi. Yəni saf fizika hazırlığı var da prosta. Çox bomba olar da qar yaxsa. Bəlkə hazırlıq ləğv olmaz da, amma da ləğv eləməz mənim. Həcif, yəni yaxsın amma əsas. Mənim videolarım zatlar var, əcəyəm onları çəkim, maraqlı. İndi bir də soyuqdur, əllərim donur. Evə gəlib təzən əsərəm kameranı. Deməli hal-hazırda saat 8-ə qalır 24 dəqiqə və çimdim çıxdım bilinə. Oturub indi videoları artıq editləyəcəyəm, hamısını editləyim, hazır eləyim. Ondan sonra yatacağam. Bizim bu onlayn dərsimiz ləğv oldu. Bugün yəni dərs olası olmadı. Bu cürünə. İndi bu videonu da elə burada bitirim. Özünüzə yaxşı baxın. Çünki yəni videoları editləyəndən sonra yatacağam. Fizikada sabahları tezdən oyanıb yazacağam. Bu cürünə. Özünüzə yaxşı baxın. Yeni videolarda görüşənə qədər sağ olun, salamat qalın.